2 mərtəbəli həyət evini sizə təqdim edəcəm. Bu evin üst girişidir, yəni buna nağız kimi eləyir. Onu da deyim ki, yay kutlası kimi buna istifadə eləmək olar. Zəhmət olmasa bu həyəti göstərir. Burada bunun həm kuklası, yay kuklası, həm sarı kukla, həm də sanıcılar burada yerləşir. İkisi də buradadır, hamısı da təmirlidir. Ev 4 otaqdan ibarətdir. Sanıcılar çöldədir, kukla, sanıcılar hamısı çöldədir. Yəni, nağızın altındadılar. Ev tam olaraq əşyalıdır, paket qıqçalıdır. Tam olaraq hər bir şəraiti var. Yəni, kommunallar hamısı daimidir. Onu da deyim ki, ev demək olar ki, yolun qırağıdır. Yəni, tam yol görünmürsə, yanında qabağında bir yer var, o da görür. Amma belə yol qırağıdır demək olar ki, evdən çıxmasına keçirdik. Sonra keçirik buradan evin dəhlizinə, yəni evə giririk buradan. Evə girəcəkdə solda bir otağı var, yəni yataq otağı eləmək olar oranı. Sonra burada, siz oranı çəkib gələrsiniz, burada baxın. Burada bir əl damı var, yəni dökən altıdır. Bunu hər evdə olur da, yəni ikinci mərtəbələrdə olan evlərin altı həmişə əl damı düzəldirlər. Və buradan qalxaq pilləkənə və qalxaq altdan ikinci mərtəbəyə. Gəlin ikinci mərtəbəni də çəkək. Yəni burada yenə də ikinci mərtəbə iş başlayır dəhlizdən. Dediyim kimi göründə əşyalar hamısı qalacaq. Evin yuxarı damına qalxmağa yeri var, buradan yer qoyub ki, yəni dama qalxma olsun. Buranı gələcəkdə kukla nəzərdə tutub. Yəni, prosta yancıq qalıb, eləməyib. Və burada ilk zaldır, yəni qonaq otağıdır. Burada sağda bir dənə yataq otağıdır. Və bir dənə bu tərəfi çəkək, bir yataq otağı da buradadır. Bunların tam ayrı-ayrı çəkil zəhmət olmasa göstərin onları. Evin sənəti kupçadır, yəni paket kupçadır, torpağın da evində kupçası var. İpoteka yararlıdır. Qiyməti 120 minə deyilir bugün. Yol qırağıdır, onu nəzərdə tutun. Və buradan tam mənzərəsi şöyle görünür, canlılara çəkək. Yəni həyatı görünür, yəni pəncərə. Hər otağın özünün pəncərəsi var. Həmsində küçəyə açılır pəncərələr. Tam həyat görünür. Bu qədər. Kim olsa Allah xeyirsin, qismət eləsin, alana da satanadır.